izləyicilər, kanalıma xoş gəlmisiniz. Yeni bir videoda yenə qarşınızdayım. Videonun adından başa düşdüyünüz kimi Şaxdağa gəlmişik, Şaxdağ turuna. Hal-hazırda səhər saat 8-dir və hal-hazırda mola vermişik. Bu Şaxdağ turu Star College tərəfindən təşkil olunub və orada olanları sizinlə birlikdə bölüşmək istəyirəm. Və videonu bəyənsəz kanala abunə olmalı olmalı. Neysə, başlayalım. Dostlar, biz indi Şaxdağ Turizm Mərkəzinə çatmışıq. Burada bir çox əyləncələr və restoranlar var və bunların hamısını sizinlə birlikdə bölüşəcəm. İlk başlayacağımız aktivite isə roller coaster'dır. Oradan gördüyünüz kimi ən təpəli çıxırıq və oradan belə deyək, qatlarla bizə aşağı düşürük. İndi bir dəqiqə məlumatları öyrənib başlayasıyıq. Çalışsam oradan da sizin üçün videoları çəkin. Dostlar, indi isə roller coaster'ın üzü yuxarı belə qalxırıq. Ondan sonra da bir məsafədən sonra üzü aşağı düşəsirik. Rafı göstərim sizə. Bəli, yüksək məsafədən olan mənzərə sizinlə birlikdə bölüşmək istəyirəm. İndi artıq yolun sonuna çatırıq və qabaqda bizə təlimatlar verəcək, necə üzü aşağı düşürlər deyə. Bəli, qalxdığımız məsafə, yüksək məsafəsi buradır və buradan üzü aşağı düşəsirik. Gördüğünüz kimi oradaki misal kimi aşağı düşəsiniz. Mənzərə də belədir. Burada da insanlar belə deyək, yüksək məsafədən aşağı zəhlə sürüşürlər və orada da səhvləməmişsə kafe var. Belə. Dostlar, sürətli hissələrini çəkə bilmədim, yəni çünki iki əlində bu belə deyək də qazlı olmalıdır. Amma həqiqətən əllərini sadəcə qısacası belə göstərə biləm. Baxmayaraq ki, axırlarıdır. Amma bu qədər belə. Gördüyünüz kimi bu da qaz qaldırımda da tormozdur. Buradan da biləməz. Amma gəlməyə dəyər, məlumat üçün deyirəm. Sadə paket 25 manat bir nəfər üçün və 2 nəfər gəlməyəcəksə 40 manat edir. Həmçinin belə deyək, VIP 50 manatdır. Silverdə belə deyim, gümüş paketdə 35 manatdır. Hamıca tövsiyə edirəm, gəlin, yəni təhlükəli deyil, əksinə əyləncəlidir. Sadəcə sıra çoxdur da, yəni gərək gələn kimi ancaq VIP alsan ki, sıra gözləməyəsən. Dostlar, nahar yeməyini qərara gəldik ki, pizza yeyək. Əslində deyərdim ki, qiymətinə görə yaxşıdır və pizzanın dilimləri böyükdür, doyuzdurucudur. Oturduğumuz, ya daha doğrusu pizzanı aldığımız məkan adı pizzeriyadır, gördüğünüz kimi buradadır. Belə. Burada gördüğünüz kimi kağıtlardır. Burada şeydir, hər bir adam üçün qiyməti 23 manatdır. Həmçinin arxanızda gördüğünüz kimi qaracımlardır. Onların da səhv eləməmsə qiyməti 5 manatına başlayır və üzü yuxarı, hərəsində öz dəqiqələri var. Əlavə olaraq gəzdik, elədik və misal üçün pizzalar çox gözəl idi. Kiçik bir məkandır. Atraksiyonlar, yəni belə deyək, əyləncə çox olsa da qiymətləri biraz bahadır, nə yalan deyim. Yəni bura maksimum şəxsən öz belə deyək, fikrimi belə deyə bilərəm ki, 2-3 saat əylənərsən, sonra da gedərsən. İndi buradan isə biz indi birazdan qayıdırıq Qusara, Art restoranına gedirik və orada nahar yeməyi gedəsirik. Nahar və axşam yeməyi belə deyək, daha doğrusu. Ondan sonra da partidir. Onları sizə bir-bir göstərəcəm. Dostlar, çalışın videonun maksimum qısa eləyim, sizin də vaxtınızı almayayım. Arkada gördüğünüz Alkolda, yəni belə deyək, səhər yeməyi, həmçinin axşam yeməyi, biraz da diskotek oldu. Lakin bunu çəkib paylaşmanın bir mənasını görmədim. Bu qısa bir mütləşik video oldu. Sizin də çox vaxtınızı almaq istəmədim. Əgər videonu bəyənirsə kanala abunə olmağı, like atmayı unutmayın. Hələlik, sağ olun, sağ olun.